Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Sualımızın izahına keçməzdən əvvəl qruplarımız haqqında məlumat vermək istəyirəm sizə. Deməli, əgər siz 9, 10 və 11-ci sinif şagirdisinizsə, sizin üçün Azərbaycan dili və ədəbiyyat üzrə yeni hazırlıq qrupları açılır. Dərslərdə mövzular sıfırdan izah ediləcək, testlər həll olunacaq, vacib qaydalar öyrədiləcək və imtahan strategiyaları paylaşılacaq. Hətta iyul ayının 20-sindən etibarən sadəcə abituriyentlərə özəl bir qrupumuz var ki, həmin qrup 3 həftə ödənişsiz fəaliyyət göstərəcək. 3 həftədən sonra isə təbii ki də ödənişli olaraq davam edəcək. Artıq o məcbur deyil, o sizin qalıb istəyinizə. Və eyni zamanda müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlar üçün də xüsusi qrup fəaliyyət göstərəcək. Burada bütün mövzular ətraflı izah olunacaq, çətin suallar birlikdə həll ediləcək və imtahana sistemli şəkildə hazırlaşacaqsınız. Və MİQ nəticələrimiz də, abituriyent nəticələrimiz də göz önündədir. Instagram, TikTok səhifələrindən keçib izləyə bilərsiniz, yəni baxa bilərsiniz onlara. Əgər siz də Azərbaycan dili və ədəbiyyatından yüksək nəticələr əldə etmək istəyirsinizsə və biliklərinizi möhkəmləndirmək, məqsədinizə doğru inamla irəliləmək istəyirsinizsə, qruplarımıza qoşula bilərsiniz. İndi isə vaxt itirmədən keçək bugünkü videomuza və birlikdə ilk sualın izahına başlayaq. Hansı cümlədə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır? Orfoqrafik cəhətdən deyirsə, biz neynirik? Yazılışa baxırıq. Orfoepik olsaydı tələffüzə baxacaqdınız. Və bu tipli suallarda biz paronimlərə baxmalıyıq. Paronimlər nədir? Bir hərfinə görə fərqlənən sözlər. Birincidə, olan bir atlas çöynək yaraşam gül əndama. Paronim hansıdır? Atlas. Atlas sözü bax burada gördüyünüz z, sözün sonu z ilə bitibsə, burada artıq ipək parça deməkdir. Köynəyin materialını bildirir. Atlas sözünün vurğusu gəlir sonuncu hecəyə düşür. Bir də bizdə var atlas sözü. Sözün sonu s ilə bitərsə, bu xəritələr toplusu deməkdir və vurğusu əvvələ düşür. Təbii ki də bu cümlədə atlas, yəni xəritələr toplusuna ehtiyac yoxdur. Bu cümlədə atlas, köynəyin materialı bizə lazımdır. Ona görə bir doğrudur. Yəni birincidə paronimlər hər bir söz düzgün şəkildə yerində işlədilib. Çıxdaşa önəm veririk imtahanlarda. Bir olmadığına görə B variantı gedir və Y variantı gedir. İkincidə, cümşüm tunc oldu, zərzivan bez, qəlb çıxır aldığım mal qoca bəxtim. Bəxtindən narazılıq edir. Niyə? Aldığı mal qəlb çıxır. Qəlb çıxar yoxsa qəlb çıxar? Sözün sonu bu ilə bitibsə, burada artıq insanın qəlbindən söhbət gedir. Yox, qəlb sözünü qəlb şəklində görsəz, bu saxta deməkdir. Qəlb saxta deməkdir. Təbii ki də aldığı mal qəlb yox, qəlb çıxa bilər. Yəni kimisə aldığı mal. Ona görə ikinci səhvdir, P olmalıydı burada. 2 səhv olduğuna görə A variantı da gedir. Üçüncüdə, savadlı gənclərin bəyazı olardı. Bu bəyazları ana dilindəki şeirlərin nəfs parçaları köçürülərdi. 2 paronim görürük. Bir bəyaz görürük, bir də nəfs görürük. Bu sözlərin həmçinin belə görə bilərsiniz. Bayaz və nəfis şəklində görə bilərsiniz. Bayaz şeir dəftərsiz deməkdir. Bəyaz əylə yazılan ağ rəng deməkdir. Nəfs isiz tamah deməkdir. Nəfis ilə yazılan incə zərif deməkdir. İndi gətirək mənalarına baxaq. Şeirləri köçürmək üçün bəyaz lazımdır bizə, yoxsa bayaz lazımdır şeir dəftərçəsi? Bayaz olmalıydı. Bax, bu söz səhvdir. Bu söz səhvdir və bir də nəfs bizə lazımdır. Parçalar nəfs ola bilər, yoxsa nəfis ola bilər, incə parçalar. Təbii ki də nəfis olmalıdır. İkinci, nəfs sözünün səhv olduğuna görə biz üçüncünü də çıxırıq. Üçüncünü çıxdığımıza görə D variantı da gedir. Dördüncüdə, dedim ey gül, niyə etdin məni zülfündə əsir? Dedi, divanə olan şəxsə gərəkdir zəncir. Əsir sözü ilə yazılan girov deməkdir, həbs olunmuş. Bir də əsir sözünü biz bu şəkildə görə bilərik. İnsiz, əsir, bu şəkildə görə bilərsiniz. Bu bir 100 il mənasındadır təbii ki də. Dördüncü də düzdür. Yəni təbii ki də zülfündə girov, zülfündə həbs ola bilər. Əsir sözünün yazılışı düzdür burada. Dördüncü də bütün sözlər düz olduğuna görə 4-ü də götürürsünüz. Cavab olacaq C variantı. 5-ciyə də baxaq. Mədəniyyət uğrunda çalışmaq bir günlük, bir aylıq kampaniya deyil, daimi işdir. Kompaniya sözü də paronim hesab olunur. O ilə yazılışını görsəz, yəni kompaniyadırsa, o zaman burada şirkət mənasındadır. Bir də bu şəkildə ola bilər. Kampaniya şəklində də ola bilər.
A ilə yazılan nədir? Müəyyən dövr, fəsil deməkdir. Yəni müəyyən tədbirlərin, istir ictimai, siyasi, istir mədəni tədbirlərin keçirilməsi, hərbi tədbirlər də ola bilər. Ona ayrılan müəyyən dövr deməkdir. Kampaniya. Burada sizcə kompaniya lazımdır, yoxsa kampaniya lazımdır? Təbii ki də burada kompaniya. Yəni mədəniyyət uğrunda çalışmaq bir günlük, bir aylıq dövr, yəni kampaniya deyil, daimi işdir. 5-ci də səhv olduğuna görə cavabımız oldu C variantı. Ümid edirəm ki, hər hansı bir sualınız yoxdur burdan. Sualınız olsa yenidən şərh bölməsində bildirə bilərsiniz. Sualın izahına təkrar qayıdarıq. Və digər sual 56. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Dalğavari yazılışı doğru olan sözdür. Dalğavari, bəli, doğrudur. Birincini götürürsüz. Daha sonra debutant yox, debütant olmalı idi. Bax burada ü olmalı idi. Debütant, ona görə səhvdir. 3-ünü çıxırsınız, 2 olanları da çıxırsınız. Qada bəla yox, qada bala olmalıdır. Bax bu sözün yazılışına görə bu söz çünki bu şəkildə olmalı idi. Qada bala. Biz 3-cünü də çıxırıq. Qeyd edeyim bunları. Buradan birinci tərəfdən sadəcə 1 götürdük. 3-ü də çıxdıq. 3-ü çıxdığımıza görə Y variantı da getdi, B variantı da getdi. C olacaq cavab. Quruluşca fərqli düşünülə bilən sözdür. Dərddir. Bu tipli tapşırıqlar çox qarşınıza çıxacaq. 2 cür düşünülə bilən sözlər. Dərdli sözünün yazılışı 2 cür olur. Bir dərddir şəklində olur. Bir də dərdli şəklində olur. Amma hər ikisi istir dərddir, istir dərdli bu şəkildə tələffüz olunacaq. Dərddir sadə sözdür, dərdli düzəltmə sifətdir. Yəni biri sadə, biri düzəltmə olduğuna görə quruluşca fərqli düşünülə bilən sözdür. Burada 4-ü götürəcəksiniz. Yazdır sözünün yalnız bir yazılış forması var. O da feil olaraq yazdır. Əmr şəklində olan feildir. Bütöv çünki görünüb yazdı olsaydı, hə, o hardasa baxa bilərdik ona, amma yazdırdısa, bu artıq sadəcə olaraq bir cür quruluşsa bir cür düşünülə bilən sözdür. Ona görə 5-i çıxırsınız. 6-cıda yamandır. Yamandır sözü bir yaman 2 cür yazılır. Bir yamanlı şəklində yazılır. Bir də yamandı, bir də olur yenə. Elə yamandı olur o da. İkinci yazılışı da. Nə deməkdir bunlar? Yamandı biri dır olaraq olur. Yamandır. Yəni yaman insandır, yaman nə deyim, hadisədir, yamandır. Tərəfi zamanı yamandı şəklində olur. Bir də kimsə tərəfindən yamandı. O zaman sözün kökü yama, n kimsə tərəfindən oldu, d-da keçmiş zaman şəklində olur. Yamandır sözündə isə yaman sözün kökü olur, dır da bütöv qrammatik şəkilçi olaraq götürülür. Biri sadə, biri düzəltmə olur. Ona görə bu da 2 cür düşünülə bilər. Altını da götürürsüz. Cavab olur C variantı. Növbəti dadlanmaq və gerçəklik. Dadlanmaq sözündə BDCC qanununu xatırlamaq lazımdır. Sözün sonu BDCC ilə bitibsə və bu sözdən sonra samit ilə başlayan söz və ya şəkilçi gəlibsə, o zaman BDCC öz kar qarşılığına keçəcək. Amma bəzi tək hecalı sözlər var idi ki, həmin sözlərdə bu qaydaya tabe olmurdu. Həmin sözlər bu qaydaya tabe olmur. Bunlardan biri də dad sözüdür. Sözün sonu d ilə bitib və özündən sonra samitlə başlanan şəkilçi gəlməsinə baxmayaraq, dad sözündə buradakı ikinci d t-yə keçməyəcək. Və burada fonetik təhlil üçün bizə lazımdır mütləq yanımızda əlavə vərəq, əlavə kağız, dəftər olmalıdır ki, biz bunların tələffüzünü yazaq. Dadlanmaq sözünün tələffüzünü yazaq. L keçəcək d-ya. Sözün ortasında n-dan sonra m gəldiyinə görə n keçəcək m-ya. Fonetik haqqında ümumiyyətlə sizə video çəkəcəm yaxın zamanda. Dadlanmaq. Çünki bilirəm, çox insan qarışdırır. Məsələn, burada q-xıya keçəcək, x şirkə yox.
Dadlanmaq şəklində tələffüz olunur. Gerçəklik sözü isə sözün sonu ç ilə bitib, gerçək sözündə. Özündən sonra samit gəldiyinə görə ç keçəcək x ştirkə. Həmçinin burada da sözün sonu ç ilə bitib və özündən sonra hər hansı bir söz və ya şəkilci gəlmir, müstəqildir deyə, burada da ç keçəcək x ştirkə. Bunları yazdığımıza görə indi baxaq suala. Ortaq cəhət, fərqli cəhət və heç birinə aid deyil lazımdır. Yazılış və tələffüz arasındakı fərqlər sait səslərin sayı ilə eynidir. Gerçəklik sözündə sadəcə 2 çığlar fərqləndi, amma 3 sait var. Yəni, A gerçəkliyə aid deyil. Dadlanmaq sözündə l-dıya keçdi, n-mıya keçdi, qıxıya. 3 samit fərqi var və 3 dənə sait var. Yəni, saitlərlə bu fərqlənmələrin sayı bərabərdir. Ona görə A fərqli cəhət hesab olunacaq. Çünki birinə aiddir, birinə yox. A gedir ikinciyə. Daha sonra Cingitili samit özünün çar qarşılığına keçib. Cingitili samit. Gerçəklik sözündə sadəcə çarlar keçdi, öz qarşılığına da yox, amma fərqlənən çarlardır. Burada baxaq. Cingitili samit d heç nəyə keçmədi. L öz qarşılığını yoxdur, l-nın ümumiyyətlə, n-nın öz qarşılığı ümumiyyətlə yoxdur. Q da x-ya keçdi. Yəni öz qarşılığına keçmədi. Ona görə heç birinə aid deyil. B heç birinə aid deyil. C variantında sözdə hərf və səs tərkibi cəmiyyətcə eynidir. Cəmiyyətcə o deməkdir ki, səs düşümü və səs artımı sayı eynidir. Tələffüz fərqi birdən çoxdur. Tələffüz fərqi, bəli, ikisində də səs düşümü, səs artımı yoxdur. Tələffüz fərqləri də dadlanmaq sözündə 3 dənədir, gerçəklik sözündə 2 dənədir. Yəni hər ikisində birdən çoxdur. C variantı gedəcək ortaq cəhətlərə. D-də cingitili samitlərin başqa samitə keçməsi var. Cingitili samitlərin başqa samitə keçməsi dadlanmaq sözündə bəli, cingitili samitlər l, n, q keçdi başqa, amma gerçəklik sözündə çılar, çarlar keçdi. Bu fərqli cəhət hesab olunur. D variantı 2-yə gedir. Y-də ahəng qanunu gözlənilir. Yəni ahəng qanununa tabedir. Eyni hərflər müxtəlif səsi ifadə etmir deyir. Ahəng qanunu gözlənilir, bəli. Birincidə dadlanmaq sözündə qalın saitlərin ahəngi, gerçəklik sözündə incə saitlərin ahəngidir. Eyni hərflər müxtəlif səsi ifadə etmir deyir. Baxaq, dadlanmaq sözündə eyni hərflər hansılardır? Yalnız A-lardır, bir də D-lardır. Baxaq, tələffüzdə A-lar da yerindədir, D-lar da yerindədir. Yəni eyni hərflər müxtəlif səsləri həqiqətən də ifadə etmir. Gerçəklik sözündə eyni hərflər hansılardır? Çığlardır, başqa da yoxdur. Çığlara baxıram, ikisi də xıştirik olub. Müxtəlif səsi ifadə etməyib ki, eyni səsi ifadə edib də ikisi də. Ona görə burada 1-ə gedəcək Y variantı. 1-ə C, Y, 2-yə A, D, 3-ə B hardadır? D variantıdır. Ümid edirəm ki, bunu da başa düşdünüz. Növbəti əhəngçilik sözü. Fonetik təhlil dediyinə görə yenə tələffüzünü yazmaq lazımdır. BDC qanunu. Və ç samit haqqında. Bunlar haqqında dediyim kimi yaxın zamanda video gələcək. Əhəngçilik şəklində tələffüz olunur. Doğru fikirlərə baxaq. Səs uzanması olan heca. Səs uzanması var heç burada? Yoxdur. Əhəngçilik sözündən səs uzana bilər? Heç bir. A səhvdir, çıxırıq. Müxtəlif hərflərlə yazılmış eyni səs işlədilib. Müxtəlif hərflərlə. Əhəngçilik sözündə eyni səslərə baxaq. 2 dənə ə var. Başqa da eyni səs yoxdur. Ərlərə baxıram, hərf olaraq yerlərindədir. Heç biri fərqli bir hərfin işarə olunmuyor. B variantı səhvdir. 3 çar samit, 4 cingitili. 1 çar, 2 çar, 3 çar, 4 çar. 4 dənə çarımız var. Deyir 3 çar, səhvdir. 4 dənə cingitili deyir. 1 cingitili və 2 cingitili. 2 dənə də cingitilimiz var. 4 dənə deyil. Cavab C olaraq səhvdir. Tələffüzdə ortaya çıxan səslərdən biri ilə söz başlamır. Bəli, mən bunu
Öz səhifəmdə də paylaşmışam ki, xıştirik ilə söz başlamır. Tələffüzdə ortaya çıxan söz xıştirikdir. Xıştiriklə də söz başlayır. Nə onun hərfi işarəsi var. Ona görə burada düzgün cavab D variantıdır. 3 müxtəlif sonor samit işlənmişdir. Bəli, xeyr, n-dır, l-dır, 2 dənədir, 3 dənə yox. Ona görə yenə də çıxırsınız. Növbəti tapşırıq 69. Açarlar və çaparlar. Bu tipli ümumiyyətlə tapşırıqlar çox qarşınıza çıxacaq. Əsasən də əziz abituriyentlər, buraxılış imtahanlarında bu tipli suallar çox istifadə olunur. Ona görə bunlarda diqqətli olmalısınız. Açarlar və çaparlar hər iki söz iki cür tələffüz olunur. Açarlar sözünün tələffüz şəkli, yazılış eynidir ikisində də, amma tələffüz şəkli fərqlidir. Açarlar və çaparlar şəklində ifadə olunur. Açarlar, bax bu, l-rıya yoğunlaşırsa, lar-lər şəkilçisi, biz bilirik sözün sonu r ilə bitibsə, lar-lərdə cəm şəkilçisindən söhbət gedir. Həmin şəkilçi keçəcək, o da r-ya, l-sı r-ya keçəcək. Açarlar olacaq, burada cəm şəkilçisidir, isimdir. Bir də açarlar, qeyri-qəti gələcək zamanıdır. Açarlar burada qeyri-qəti gələcək zamanda artıq. Qeyri-qəti gələcək. Burada artıq feildir. Deməli, birincidə isimdir, ikincidə feildir. Eynən çaparlar sözü də eyni şəkildədir. Çaparlar və çapallar şəklində olur. Gördüyünüz kimi çaparlar və çapallar. Bunu bilərəkdən başlayırıq. Yazılış və deyiliş arasında bir fərqli məqam var, deyir. Yazılış və deyiliş arasında bir fərqli məqam var. Bəli, hər iki halda sadəcə olaraq belə deyək, nə deyir burada? Ortaq fikir deyir. Yazılış və deyiliş arasında baxıram fərqli məqamlara. Birincidə bir fərqlidir. İkincidə açarlar iki fərqli. Burada da birincidə bir fərqli çaparlar. İkincidə baxıram bir fərqli. Yəni hər iki halda bir fərqli məqam olacaq. Fərqi yoxdur. İstəyir baxın, açarlar sözündə bunun üstündəki yazıları silim. Rahat görəsiniz. Açarlar sözündə fərqlənən l-sı oldu, l keçdi r-ya. Açarlar sözündə fərqlənən bu r-sı, sözün kökündəki r oldu, keçdi l-ya, amma lar yerində qaldı. Bir fərqli. Eynən çaparlar sözündə də bu r və bu l. Yəni hər iki halda bir fərqli məqam var. Yəni biz bunu bilmirik axı bu hansı açarlar və çaparlardan söhbət gedir. Deməyib açarlar, çaparlar feilindən və ya ismindən. Onu demədiyinə görə deməli hər ikisini nəzərə almalısınız. Birincini götürürük. Birinci doğrudur, ortaq fikirdir. Bir olmayanlara baxıram, bir olmayanlar C və D variantları çıxılır. Daha sonra ikincidə isim kimi düşünülsə tərkibində müxtəlif sonor samitlər işlənəcək. İsim kimi işlənən variantlarına baxaq ikisinin də. 3 dənə sonordur. 1, 2 və 3. Keçirik, burada çaparlar isim kimi 3 dənə sonordur və eyni sonorlardır, fərqli deyil. Eynidir. Feil kimi desəydi, hə, onda fərqlidir, amma isim kimi axı eynidir. Ona görə 2 səhv fikirdir. 2-ni çıxırsınız. 2-ni çıxdığımıza görə A variantı da gedir, Y variantı da gedir, yerdə sadəcə B qaldı. Üçüncüdə ç çar samitdir, cingiltili qarşılığı işlənməyi. Baxaq. Hər ikisində ç var. Tələffüzə baxıram, hər ikisində ç var da. Bəli, var. Və ç, bəli, çar samitdir, cingiltili qarşılığı işləməyib. Yəni c-dan söhbət gedir. Bəli, ikisində də c işlənməyib. Ona görə 3-ü götürürsünüz. 3 doğru fikirdir. 4də yalnız vurğusu sonracıya düşərsə, eyni cinsli qoşa samit işlənəcək. Fərqi yoxdur. İstəyirsiniz buna deyin, cəm şəkilçisi olaraq vurğusu düşəcək. Çaparlar
və açarlar. Əgər bu cəm şəkilçidirsə, biz bilirik ki, cəm şəkilçi vurğu qəbul edir. Açarlar və çaparlar. O zaman düşəcək. Və həmin halda burada çaparlar və çaparlar, açarlar sözlərində görürsüz 2 r var. Yəni eyni cinsli samit hər ikisində işlənilir. 2 r var. Fərqi yoxdur cəm şəkilçisi olaraq. Bir də əgər bu qeyri-qəti gələcək zamandadırsa, o zaman olur açarlar ikinci hecəyə, çaparlar ikinci hecəyə düşür vurğuları. Bu zaman və sizə deyir, yalnız vurğusu son hecəyə düşərsə eyni cinsli samit. Amma burada baxın, hər iki halda eyni cinsli var. Hər iki halda. Ona görə 4 səhvdir, 4-ə çıxırsınız. 5-cidə cümləli samitlərin üçü də eynidirsə, vurğu ikinci hecəyə düşməyəcək. Cümləli samitlərin üçünün də eyni olan açarlar, yəni cəm formasıdır və çaparlar formasıdır. Üçü də eyni cümləlilərdən söhbət gedir. Bəli, mən də bayaq onu dedim ki, bu cəm şəkilçi kimi düşünərsə, vurğu ikinciyə yox, sona düşəcək. Ona görə 5-ci də doğrudur, cavab olur 1-3-5 B variantı. Bu tipli suallar çox qarşınıza çıxacaq, ona görə diqqətli olun. Növbətə keçirik 71. Bu da qarşınıza çıxa bilər. Eyler-Venn diaqramına əsasən doğru fikirlər, diaqramlar çox istifadə olunur. İstəyir MİQ imtahanında, istəyir abituriyent. Qəbul. Nərə və oxşayır. Tələffüzdən asılı olaraq iki cür düşünülə bilər. Bəli. Nərə sözü tələffüzdən asılı olaraq. Bir, ola bilər uzanma olmazsa, balıq növü, nərə balığı uzanma olmazsa. Amma uzanma olarsa, nərə çəkmək, qışqırmaq mənasındadır. O ayrı məsələ. Bəli, tələffüzdən, amma oxşayır sözündə elə bir şey yoxdur. Yəni bu diaqramlarda fikir verin. Bəzən ola bilər ki, fikir doğrudur, amma yeri səhvdir. Yəni ortada olmalı idi, ya başqa bir məsələ. Ona görə diqqətli olun. Oxşayır sözünə aid deyil. Bəli, biri götürürəm. Bir olmadığına görə B variantı gedir, C variantı gedir. İkincidə qarşılığı olmayan çar samit. Heç nərə sözündə, bax tələffüzə baxıram. Çar samit görürsüz? Heç nərə sözündə var çar samit? Yoxdur. Çıxıram yeni. Həm qarşılığı olmayan çar samit hansıdır? H-dır. İkisinə də yoxdur. Üçüncüdə səslərlə hecaların sayı bir-birindən fərqlənir. Səslərə baxıram. Səslər deyəndə fərqi yoxdur. İstəyir sait, istəyir samit. 1, 2, 3, 4 dənə səs var. Oxşayır sözündə də deməli tələffüzünə baxaq. Oxşuyur şəklində olacaq. Niyə? Çünki sözün kökündəki saitdə, sözün kökündə dodaqlanan var, ona görə dodaqlanan qalın var. Ona görə bu oxşuyur şəklində tələffüz olunur. Oxşayır yox, oxşuyur şəklində olacaq. Deməli, səslərlə hecaların sayına baxıram. 1, 2, 3, 4, 5, 6, 7 dənə səs var, amma 3 heca var. 4 dənə səs var, 2 heca var. 3 doğru fikirdir. 4-dən 2-ni çıxdıq. I qalın dodaqlanmayan qapalı saitdir. I var tələffüzdə. I yoxdur. I tələffüzdə yoxdur. U-dur tələffüzdə. Ona görə 4 yanlış fikirdir, 4-ü çıxırsınız. 5-dən sonor samit işlənmiş sözün yazılışı və deyilişi fərqlənir. Sonor samit düzdür. Deyərsiniz ki, bax burada da işlənib, amma yazılışı və deyilişi fərqlənən hansıdır? Oxşayır sözüdür. Oxşuyur kimi tələffüz olunur. Ona görə cavab 1-də 5 olacaq. 1, 3, 5 cavabımız olur A variantı. Digərlərini də çıxırıq. Ümid edirəm ki, bu izah sizin üçün faydalı oldu və bizim dərs müddətimiz eynən bu şəkildə keçir. Yəni, biz dərslərimizi əgər həftədə 3 dəfəyə salırıqsa, onun bir dəfəsi sırf bu tipli tapşırıqların izahına gedir. İstəyir MİQ qruplarında, istəyir abituriyent. Mənim digər müdavimlərim, şagirdlərim bunu sizə deyə də bilərlər. Ona görə nəticələrimiz göz önündədir. Hər zaman suallar bu şəkildə izah olunmalıdır ki, bir nümunə olaraq siz ondan istifadə edə biləsiniz. Başqa bir mövzunun izahını istəyirsinizsə, şərh bölməsində yaza bilərsiniz.